Məzuniyyət əmri yaratmaq üçün əmas portalına daxil olduqdan sonra sol tərəfdəki menüdən əmrləri yarat, məzuniyyət əmrləri yarat seçimi edirik. Açılan səhifədə əməkdaşlarla bağlı məlumatları görəcəyik. Axtar hissəsində əməkdaşların fin kodu, ad, soyad, ata adı, sənədin nömrəsi və əsas sənədin nömrəsi yazmaqla axtarış edə bilərik. Əməkdaş seçildikdən sonra növbəti olaraq məzuniyyət əmrlərinin yaradılması hissəsinə keçid edirik. Ərizənin tarixi ilk öncə seçirik. Ərizənin nömrəsini qeyd olunur. Hüquqi əsası seçirik. Burada bir və ya bir neçə maddə seçə bilərik. Burada iş ili üçün başlanğıc tarixi ilk öncə seçilməlidir. İş ili üzrə son tarixi seçirik. Əsası məzuniyyət günlərinin sayını qeyd edirik. Əlavə məzuniyyət günlərinin sayını qeyd edirik. Məlumatlar doldurulduqdan sonra məzuniyyətin başlama tarixini qeyd edirik. Məzuniyyətin bitmə tarixini qeyd edirik və işə başlama tarixini qeyd edirik. Məhsul struktur bölmə hal-hazırda burada avtomatik insan resursları şöbəsi qeyd olunur. Əgər bu hissədə dəyişiklik etmək istəyiriksə, silərək yenidən yazmaq mümkündür. Əmrin tarixini qeyd edirik, əmrin nömrəsini yazırıq, imzalayacaq şəxsin məlumatları avtomatik olaraq əks olunur. Əgər burada hər hansı bir dəyişiklik etmək istəyiriksə, silərək yenidən məlumatları əlavə edə bilərik. İrəli düyməsinə klik olunur və açılan səhifədə əsas sənədimizi görürük. Bu zaman əmrin nömrəsi, seçdiyimiz maddələr və bütün məlumatlar əks olunur. Geri düyməsini klik etsək, əvvəlki səhifəyə dönəcəyik. Sənədin qeydiyyatı bölməsinə klik olunan zaman isə artıq qeydiyyata alınmış olur və icrada olunan məzuniyyət əmrləri hissəsində əks olunur. Ətraflı hissəsinə keçid etməklə əmrlə bağlı ümumi məlumatları görə bilərik. Bu hissədə isə məlumatlara düzəliş etmək, ləğv etmək və yaxud göndərmək mümkündür. Məlumatlar doldurulduqdan sonra irəli düyməsinə klik edirik. Gördüyümüz kimi, burada əlavə etdiyimiz bütün məlumatlar əks olunub. İcra et düyməsinə klik edirik və sənədi dəyişdirmiş oluruq. Bundan sonra sənəd bütün məzuniyyətlər əmrlər hissəsində əks olunur və imzaya göndərilmiş kimi əks olunur və sənədi imzalayırıq. Asan imza ilə imzala düyməsinə klik edirik. İmzala və artıq məzuniyyət əmrimiz imzalanmış oldu. Bundan sonra əmrlərin reyestri, bütün məzuniyyət əmrləri hissəsində sənədimizi artıq imzalanmış kimi görəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.